Cruises.az-ın dəyərli dostları, müştəriləri Royal Caribbean Amerikan gəmi şirkətinə aid və axırıncı ən böyük Legend of the Seas gəmisində akvapark bölümü və su sürüşkənlərinin olduğu yer. Çox möhtəşəm bir akvapark var, çox böyükdür, həddindən artıq. Su üzərində ən böyük akvapark olaraq qiymətləndirilir və dəyərləndirilir. Deməli, əlbəttə ki, təhlükəsizliyindən başlayaraq bütün hər şey öz qaydasındadır. Çox gözəl bir, həm dizayn etibarilə, həm uzunluğu etibarilə elə bir möhtəşəm bir akvaparkdır. İstər böyüklərin, istər uşaqların kifayət qədər xoş vaxt keçirdə biləcəkləri məkanlardan biridir. Wow, həqiqətən çox. Həm çox uzun da, həm də çox gözəl dizayn olunub. Bu şəkildə yuxarıda da idman kortunu görə bilirsiniz, hansı ki tenis, basketbol oyunlarını oynaya bilərsiniz. Sadəcə bir qanadında yer alır və digər qanadında da istər kafelər, istər restoranlar olaraq kifayət qədər xoş və əyləncəli vaxt keçirdə bilərsiniz. 15-ci mərtəbədə də açıq bufet restorandır və hal-hazırda bu açıq bufet restoranlarda günorta yeməyini yeyənləri görürsünüz. Yəni çox yaxındır. İstər əyləndiyinizdə, istərsə də yəni hovuzdan çıxıb uzaq bir məsafə qət eləmədən tam da həmən günorta nahar yeməyinizi və yaxud axşam səhər yeməklərinizi burada rahat bir şəkildə yeyə bilərsiniz. Bu şəkil və yenə bu akvapark həddindən artıq böyükdür və uzundur. Bunu yəqin ki, xüsusilə bu hissəni yəqin ki, uşaqlar çox sevir. Birbaşa aşağıya fırlanır və çox gözəl bir giriş dizaynı olunub. Həm o Çöl Island olaraq, həm də Eskamp olaraq. Baxın belə bir möhtəşəm bir görüntü və dənizdə söz.